Deyir ki, mən xodey saqi, əzin şov ki, darəm məstəm. Saqiyə müraciət edir. Saqi kimə deyirlər? Şərab verənə, şərab paylarına saqi deyirlər. Amma irfani şeirlərdə şərab o şərabdan deyil. Bir dəfə dedi ki, gömrükdən keçirdiyi bir nəfər dedi ki, səndən xoşumuz gəlir, sən biz içki içənlərin tərəfindəsən. Dedim, nə? Dedi ki, demirsən ki, ibadət edib özündən razı olmaqdansa içki içib özünü qınamaq daha yaxşıdır. Dedim, demirəm, içki halaldır. İçki halal deyil, içki haram deyil, elan edirəm buradan. Amma ki, deyirəm, yəni, içki içib günah eləyib özünü qınayan bir gün düzələr inşallah. Amma ibadət eləyib özündən razı olan azma ehtimalı çoxdur. Deyir, ey saqi, mən xod ey saqi, əzin şov ki, darəm məstəm. Deyir ki, bu şövq məndə var, mən o şövqdən məst olmuşam. Bu şövq nəyin şövqüdür insanın daxilində? Əvvəla sual verirəm, fəlsəfi sualdır. İnsan özündə şövq yaradır, fəlsəfi baxımdan bu qeyri-mümkündür. Bir şey ki, məndə yoxdur, mən onu yarada bilmərəm. Fəlsəfə deyir ki, bir şey yoxluqdan var etmək yoxdur. Şövq məndə yoxdursa, mən onu xəlq edə bilmərəm. Nəyin şövqüdür? Sən ki, ruhun əhd aləmində, ələstu bi rabbikum qalu bəla, soruşur Allah, Rəbbiniz mənəm, mən deyiləmmi, deyirlər, bəli. Bax, mən bunun məsliyindəyəm.